Ölümdən qorxub qaçma. Ölümün nəyi pisdir? Ancaq görüntüsü pis gəlir insana. Baxırsan, nə görürsən? Meyitdir, aparırsan şeydə yuyursan, kəfənə bükürsən, aparırsan hara torpağın altına, qəbirsanlıq, qəbirlər. Hamısı qorxulu, xoşa gəlməz mənzərələrdir. Amma onun arxasında nə var? Hara gedirsən ölümlə? Onu soruşmur adamlar özlərindən. Bilsələr hara gedirlər, görərlər ki, görüntüsü pisdir, arxası çox gözəldir. Görüntüsü pisdir. Ahirətə gedirik. Ahirət necə bir yerdir? Bir, həmişə varsan orada. Da qorxu yoxdur ki, oğlum ölər, övladım dünyadan keçər, həyat yoldaşıma nəsə olar, evim əlimdən çıxar, pulum azalar, şan şöhrətim gedər. Belə bir şey qorxusu yoxdur. Həmişə varsan və xüsusiyyətlərindən biri budur ki, hər şey xeyrə doğrudur. Təsəvvür edin belə aləm. Getdikcə ancaq daha yaxşı olacaq. Pis olma şansı yoxdur. Olduqca daha yaxşı olacaq. Nə yorulacaqsan, nə xəstələnəcəksən, nə köhnələcək vücudun. Deyə bilərsən, necə mələklər necədirsən də elə. Yatmaq yox. Yatmağı da Allah rəva bilmir ki, heyf adam yatsın orada. Və belə bir aləm. Quran belə vəsf edirdi. Ləhum fiha fakihatun və ləhum ma yaddaun. Orada deyir, növbə-növ meyvələr və ürəkləri istəyən hər şey var. Sonra deyir ki, salamun